Əziz analar, şəhid atalarımız. Şəhid atalarımız, gəlirəm, bax belə. Bütün təbrik salamlayıram. Allah'ın ziyarəti qəbul olsun. Sağ olsunlar olsunlar ki, ölkəmizin müxtəlif yerlərindən bugünkü gündə Həsrət qardaşa, Şəhla bacıya gəlib, necə deyirlər, təsəlli olurlar, onun şəhidini yad edirlər. Mən bugünkü gündə sahilin timsalında bütün dövrlərdə 18-ci il, istər 1-ci Qarabağ, istər aprel döyüşlərində, istər sonraki dövrlərdə olan bütün şəhidlərə Allah'tan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Aprel döyüşləri tariximizdə demək olar ki, ən qürurlu və şanlı və qanlı səhifələrdən biridir. 1-ci Qarabağ müharibəsində 10 minlərlə şəhidimiz, 20 mindən artıq qazımız oldu. Amma sonunda demək olar ki, torpaqlarımızın 20% işğal altına düşdü. Mənfurların işğal altında oldu və xalqımız da buna dözdü. Amma bu torpaqlar geç-toz işğaldan azad olunmalıydı. Bunun üçün vaxt, zaman lazım idi ki, ordumuz da hazır olsun və qəhrəman ordular yetişsin. Aprel döyüşləri qısa müddətdə, 3-4 gün müddətində demək olar ki, baş verdi. Talış yüksəkliyi və Lələtəpə adlı ərazilərimiz, bir xeyli ərazilərimiz qismən olsun da ilk dəfə tariximizdə demək olar ki, düşməndən azad oldu və düşmənə zərbə vuruldu. Bu döyüşlərdə Salih Şirinovla bərabər xüsusi təyinatların Murov Qartalı adlanan Raqif Orucov, hərbi hissə komandiri Murad Mirzəyev, xüsusi təyinatların Kəşfiyyat rəisi Vüqar Yusupov, Mayor Samit İmanov, Pəncəli Teymurov Gizir, Elmdar Səfərov, Dilsuz Qarayev, Emin Bağrov və bir çox başqaları, təxminən 30-a qədər xüsusi təyinatlı qüvvələrin Gizir və zabitlərin döyüşçüləri, eyni zamanda 60-dan artıqdan milli ordumuzun zabitləri və gizirləri, əskərləri şəhid olub. Bütün onların ruhlar qarşısında baş əyirəm, Allah'tan onların ailələrə səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bir daha bundan sonra ölkəmizə əmin-amanlıq olsun və bir daha müharibə olmasın. Bugün aprel ayı demək olar ki, yazın ilk ayıdır. Ağaçlar çiçək açır, ağaçlar yarpaq açır. Amma insanlar da fəsil dəyişdiyi kimi insanların da necə deyərlər qəlbində arzuları, istəkləri olur. Yəqin ki, sahilində və onun timsalında vətən uğruna canlarını fəda edən qəhrəmanlarımızın da arzuları demək olar ki, ürəklərində qaldı. Amma xalqımızın arzusu həyata keçdi ki, işğal altında olan torpaqlar ilk dəfə düşməndən azad oldu və xalqımızda ruh yüksəkliyi yarandı ki, bəli, torpaqlarımızı işğaldan azad edə bilərik, güclü ordumuz, qəhrəmanlarımız var və bu, necə deyərlər, bahar fəsli, aprel ayı bahar fəsli olduğu kimi, aprel döyüşlərdə qələbəmizin əsasını qoydu və sonraki 44 günlük müharibədə 2020-ci ildə demək olar ki, bütün torpaqlarımız işğaldan azad oldu. Mən sahilin timsalında vətən torpağı üçün, bayrağımız üçün, millətimizin azadlığı üçün, dinimiz üçün, şərəf ləyaqətimiz üçün, torpağımız üçün canlarını fəda edən bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Sağ olun. Əhsən, eşq olsun. Çox sağ olun söz verdiyinizə görə. Gələn qonaqlardan hamısını ziyarətlə Allah qəbul etsin demək istəyirəm. Aprel döyüşləri başlanğıc deməli, böyük səfərə gedib başlanmış, deməli, aprel döyüşlərinin başlayıb, martda 4 günlük müharibə qızılıb. Deməli, ilk dəfə 1994-cü ildən sonra rəsmi olaraq ateşkəs 16-cı il aprel döyüşlərində pozuldu. Təbii ki, ermənilər tərəfindən ermənilər əlavə torpaq ideyaları ilə Azərbaycan ordusunun ərazilərini hücumlara başladılar. Arteriya hücumları ilə sonradan məcbur olub bizim milli ordu onlara cavab verdi və deməli Tərtər rayonu Talaş kəndi, Cəbrayıl rayonu Cocuq Mərcanlı, Lələtəpə adlanan yüksək, strateji əhəmiyyətli yüksəkliklər deməli əldə Azərbaycan qaytardı özünə və bu döyüşlərdə Azərbaycan tərəfi 99 nəfər şəhid verdi, o cümlədə onlarda 20 nəfər zabit idi. Ermənilər isə 320 nəfər, 5 nəfərdən artıq itki verdilər, leş verdilər. O cümlədən o zabitlərin içində ən gənc, yəni leytinant rütbəsi olan bizim qəhrəmanımız Salih Şirinov idi, hansı ki məkanında cənnət eləsin və olan timsalında bütün Allah şəhidlərimizə rəhmət eləsin. Bir daha yəni təkrar kimi çıxmasın. Azərbaycan torpaqlarında, Azərbaycan
evlərində yaz şəhid söhbətləri olmasın, bayaqlarımız daimi olsun, görevli olsun qədər. Bizə də Allah səbirlər versin, şəhid valideynlərinə də, qohum əqrabaya da. İnan ki, deyir ki, zaman hər şeyin dərmanıdır. Bu biraz yanlış söhbət. Hoca qardaşım dediği kimi 9'u kese de o kan həmişə yara kanıyır, ağrıyır. Mən də 2 ildir məsələn bu statusu daşıyırmışsın, şəhid atası kimi. Mümkündür. Allah heç kəsə göstərməsin. Allah dərdir. Düzdür, indi həyatdır. Bu varsa bir gün ölməliyik. Ölüm var, ölüm var da. Bu həm şərəfli ölümdür, həm də çox ağır ölümdür. Allah bir daha şəhidlərimizə rəhmət etsin. Dəyərli gələn qonaqlara da özlərini təbrik edirəm. Şəhid adında bizim borcumuzdur, məndən borcumuzdur, bir insan kimi. Amma dəyər verdiyi qonaqlarımız da var ki, gəlib də öz işlərini, güclük gəlbələrini ki, başqa işlərlə şəhid bizi ziyarət edir. Allah hər kəsi ziyarətlə qəbul etsin. Amin. Başqa nə deyəcəksin? Kısa salarken diyen kardeşlerimizin çokunda her biri burada, üreyi burada demlik. Ama Hüseyin Atlar'ın 275 şehidin her birinin adı ebedleşip Bakı şehrinden en uca zirvede. O biz için gururdur. Allah Ali Başkanımıza can sağlığı versin ve hikmet bizi ve bütün generalımız Zavuz Zeynalov, Zavuz Cavanşir hamısının üreyi burada olduğuna eminik ve inanın Allah'a ki kardeşlerimizin yanında diyorum her bir şehit bizim sahil şiirli olan bir yerde ordu sıralarında ölmezliğini sübut eden büyük bir fark var. Ondan her birini orada her zaman tapşırıklarda gören askerlerimiz öz sözünü, kısa sözünü Ali Başkomandanın emrinde gözlüyorlar. Yürek sözlerini diyebilmeyen, her zaman şehitleri unutmayan kardeşlerimizin yüreği doluduğu, dudakları uçup eserken, o yürek sözlerini demeye çalışırken hamımız söyledik. Bütün şehitlerin silah yoldaşları emin olun ki anaları kadar, ataları kadar üzülür. Emin olun. Yani insan önüne çıkıp seni vurmasınlar diye canını kurban veren sana göre ilk önce öz silah yoldaşlarına göre canını kavabilirler. Bu çok ağırdır, çok ağır. Yani vatana göre, halka göre, anaya göre, namus şerefimize göre, kısasımıza göre onun öz yeri var ama adam çok üzülür, unutabilir ki senin asker yoldaşın, senin silah yoldaşın sinesini kabağa verir ki sana güle değmesin. Bu acıları yaşayan bütün askerlerimize gelecek galibiyetleri arzuluyorum ki hiç olmazsa orada teskinlik yapsınlar. 2020 şehit ailelerden min dəfə teşekkür ediyorum ki biz hamımız şehit anaları, mesela Şahlı Ana'nın isasını alan burada atalarımız, evlatları var. İsasını alan analarımızın, evlatlarının ruhu var burada. Allah onların ruhunu şad etsin ki onlar bu isas hissini dünyaya sübut ederler ki hak geç veya tez galip olur. İnşallah sona kadar galip olur. Allah razı olsun, her birinize teşekkür ederiz. Sonda danışan Caban kardeşimizin herhalde 24-25 yaşı olar maşallah duruşu. Əhsən, Azərbaycan ordusuna olan duruşunuz belə bəs edilən qardaşlarımız, o gözəl şəkildə hərbiçi kimi durmağınız bütün qazilərimizin, qəhrəmanımız, çox sağ olun, Allah hamımızdan razı olsun. Hər biriniz baş tacımız, Azərbaycan ordusu, hərb eləmir, milli ordumuzun hər bir əskəri, zatini bizim bütün baş tacıdır, hər bir əvvəlsizlik, hər birinin qəlbimizdə yeri var. Mən artıq analarımıza yaxınlaşıram, Qanı xanı verəcəm sizə mikrofonu. İnşallah anamız başda olmaqla Allah bütün analarımıza güc, qüvvət versin, səbir versin. Mən hər birə getdiyim vəziyyətlərdə xatırladıram, bir daha xatırladıram. Evlad ağrısını, acısının nə qədər çətin olduğunu bir daha təkrar xatırladım. O analarımız üçün də bu unudulmaz bir ağrıdır. Həm atalarımız bunu zaten bilirlər. Mən çox üzr istəyirəm. Mən 84 təvəllüdəm. Məndən bir yaş əvvəl, yəni 83-cü ildə bir bacım dünyaya gəlir, bir gün yaşayır. Yaşadığı müddət bircə gün. Anam Bakıda dünyaya gətirirlər, bir gün sonra verirlər uşaq yerinə, orada uşaq dünyasını dəyişir və gətirib burada bastırırlar, ana orada qalır. Bəlkə də ya 1 saat görüb uşağı, bəlkə də yarım saat görməyibdir. Hardasa 6-7 ay bundan öncə anamdan soruşuram ki, o qızı unudursa ağladı, vallahi dedik, aradan 41 il geçip hələ də ağrısı buramdadır. 1 saat gördüğü evladını unuda bilmirsə bir ana, biz heç bir anaya, heç bir ataya evladını unutmaya bilmərik. Çətindir, ağrılıdır, amma
şərəflidir, qürurludur. Allah sizi var eləsin. Hər biriniz əllərinə ötürü 20 yanvar şəhidlərimiz, Tovuz döyüşü, 44 günlük müharibəmiz, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, Xankəndi döyüşü, antiterror döyüşü və bu aralarda gələn, bax, bu müharibələrin aralarında gələn şəhid qardaşlarımız oldu, tək-tək. Hər biri onu yetişdirən anaların, ataların əllərindən ötürü Allah məqamlarını uzun eləsin, buyurun xanım.